Salam dostlar, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi Qazanc Yolu kanalımızda dostlar. Bugün yenə trade edirik. Bu arada 664 dollar idi balans. Mən videonu açmamışdan öncə trade eləmişəm. 64 dollar minusa getmişdi. Videonu açmaq yadımdan çıxmışdı. Dünənlər çünki 814 dollar balansımız var idi və 150 dollar çıxarış etdikdən sonra 664 dollar balans qalacaqdı. Sadəcə olaraq videonu başlatmazdan öncə mən əməliyyat açmışam və ondan da 64 dollar minusa getdikdən sonra daha doğrusu əməliyyat bağlanmağa yaxın idi. Baxdım ki, videonu açmamışam. Artıq açmağa da gərək duymadım. 600 dollarla əməliyyata başladıq dostlar. Balansımız hal-hazırda 600-dür. Sonda manatla nə qədər qazanmışıq, istəsəz onu şərhə yaza bilərsiniz. Məncə gözəl bir rəqəm olacaq. Deməli, buradan nəyə görə aşağı yöndə əməliyyatımızı açdıq? Çünki biz artıq pik nöqtəni əvvəlcədən xəttimizi çəkmişdik və həmin nöqtədə 2 dəfə toxunuş, yəni W hərfi, daha doğrusu M hərfi yarandığı üçün aşağı yöndə əməliyyatın gedəcəyi də təsdiqləndi və buradan aşağı yöndə əməliyyatımızı biz açdıq. Əməliyyatımızın bitməyinə 4 saniyə qalır və bu əməliyyatda plusla bağlanır. Dostlar, onu deyim ki, bəzi əməliyyatlarda belə desək ki, videonu açmağı unutmuşam, əməliyyat açmışam və sonradan xatırlamışam. Bu da olduğum şəraitlə bağlı olan bir şeydir. Üzrlü sayarsınız. Çox böyük bir məbləğlərin onsuz da söhbəti deyil. Yəni kiçik bir məbləğlər fərqi vardı. Misal üçün burada gördüyünüz kimi 783 dollardan hardasa 840 dollar civarı bir məbləğə gəlib çatmışdım. Və o qismin, yəni video çəkməmişəm, çəkməyi unutmuşam daha doğrusu. Ondan sonra yenidən video açarkən, daha doğrusu əməliyyat açarkən videonu çəkməyə başlamışam. Deməli, hal-hazırki balansımız nə qədər oldu? 1030 dollar dostlar. 747 dollar balansımız var idi, əməliyyata girdik və toplamda 1030 dollar balansımız var. Və artıq başlayırıq balansda əməliyyatları 20 dollarla açmağa. Hər bir əməliyyat 20 dollar məbləğində olacaq. Buradan aşağı yöndə əməliyyat açıldı, amma məncə biraz tez açılıb buradan aşağı yöndə əməliyyat. Çünki tam pik nöqtəyə toxunmalı idi. Yəni çəkdiyimiz paralel xətt ki var, ora toxunmalı idi bu. Gözləmədik, səhvlik oldu. Baxaq görək bu əməliyyat necə nəticələnir. Dostlar, yəni səbirli davranmağı öyrənin. Bəzən məndə də olur. Hətta bugün əməliyyatların bəzilərində elə vəziyyət yaranıb ki, əməliyyatı sırf analiz eləmişəm, əməliyyatın yönü shortdur, mən long girmişəm. Bu necə deyim, bilmirəm necə oldu. Yəni bugün bir-iki dəfə belə bir hadisə ilə rastlaşmışam açığı ki, əməliyyatlar içində də baxsam onu mən sizə şərh eləyib deyəcəm onsuz da. Hal-hazırki nöqtədən aşağı yöndə yenidən əməliyyat açmışıq. Baxaq görək əməliyyatımız necə nəticələnir. Hardasa deməli 300 dollar məbləğində əməliyyat açılıb aşağı yöndə dostlar. 15 ədəd 20 dollar. Baxaq, burada 5 dəqiqəlik şamlarda əslində yuxarıdan maksimumları minimuma doğru gedişatını rahatlıqla görə bilirik və gedişatın aşağı yöndə olduğunu da görə bilirik. Hansı ki 0.5 xəttinə toxunub və əməliyyat artıq qırılaraq aşağı getmək belə desək ki, situasiyasına giribdir və bunun üçün əməliyyat açmışıq. Burada gözəl plusla bağlandıq. Hal-hazırki balans 1292 dollar dostlar və bu iki əməliyyat burada donuq qalıb. Yəni orada əməliyyat yoxdur bu dəqiqə, ona baxmayın. Baxaq görək başqa harda əməliyyat açırıq, nəyi analiz edirik. Buradan yenidən qırılmaya mı girmək istəyirik yəqin ki. Çünki bu əməliyyatın davamı, gedişatı ola bilər deyə düşünürük. Böyük ehtimal ki. 80 dollar, çox yox, 80 dollar əməliyyata giririk. Gözəl məbləğdir. Bizə qazandıracağı məbləğ hardasa 76 dollar civarında bir məbləğ eləməlidir. 75-76 dollar. Baxaq görək necə nəticələnir. Burada qırılma olacağı əslində dəqiqdir. Sadəcə olaraq şamlar həmişə belə nöqtələrdə dəstək direns nöqtələri deyək ki bunlara. Buralarda çox oynama verə bilir, istər-istəməz. Çünki həmin nöqtə qırılma nöqtəsində satıcılar və alıcılar istər-istəməz bir yön təyin eləməlidirlər. Yəni hansılar üstünlük təşkil edirsə, şamlar, qrafik və bazar o yöndə hərəkət eləməlidir. Həmin nöqtədə dalğalanma, flet və yaxud da ki, ümumiyyətlə manipulyasiyalar həddindən artıq çox olur və bunlara diqqət etmək lazımdır dostlar.
Hal-hazırda balansda 1365 dollar olmuşdu, 60 dollar əməliyyata girilib, yenidən aşağı yöndə. Burada nəyə görə girilibdir? Burada bilmirəm, Fibonacci xəttimizi çəkirikmi, çəkmirikmi? Tam orta nöqtədə gördüyünüz kimi qırılma zonası var və şamlar əslində 5 dəqiqəlik şamlarda və 1 dəqiqəlik şamlarda baxıldığında yuxarı hissə pik nöqtədir və M hərfini yaradıb. Buradan isə qırılma, yəni başlayıb getməlidir. Aha, gördüyünüz kimi qırılmanın gələcəyi nöqtə isə 0.5 xəttinə tuş gəlməlidir. Burada isə trend xəttini çəkdik və göstərdik. Çox gözəl. Ən azından izah olunan videolara baxsaz əgər nəyisə öyrənə bilərsiniz dostlar. Videolar məcbur sürətləndirilmiş formada gedir. Çünki belə desək ki, videoların çəkilmə müddəti biraz uzun olduğu üçün, yəni hər hansı bir video misal üçün 2 dəqiqəlik əməliyyat belə olsa, elə olur ki, video açıq qalır və bir neçə dəqiqə gedir və yaxud da ki, ümumiyyətlə gözləmək olmur. Həmin əməliyyata girənə qədər olan, belə desək ki, prosedur, analiz, bunların hamısı vaxt alan şeylər olduğu üçün, yəni həmin video uzanır, mən də məcbur sürətləndirilmiş formada sizə təqdim edirəm, amma yenə də nəsə öyrənə bilərsiniz dostlar. Burada yenidən əməliyyata girmişik, 40 dollar, yəni aşağı yöndə 2 ədəd 20 dollar əməliyyata girmişik. Yenidən qırılma üçün 15 saniyəlik şamlarda izləyirik hal-hazırda qrafiki və 2 dəqiqə müddətinə əməliyyat girilib. Belə yerlərə əslində mən gələcəkdə diqqət etməliyəm. Qrafiki biraz uzaqlaşdırmalıyam, çünki sizə izah edə bilmirəm belə tam. Çünki mən yuxarıda hal-hazırda analiz zamanı gördüyüm pik nöqtələri bu dəqiqə sizə göstərə bilmirəm. Hazırki qrafik üzərindənsə bir necə deyim, sizə analiz verməyim düzgün olmur. Hansı ki, bu əməliyyat böyük ehtimal ki, analiz olunub aşağı yöndə, amma yenə də mən sizə 5 dəqiqəlik və 1 dəqiqəlik time frame'də əməliyyatın analizini tam net şəkildə izah eləmək istəyərdim. Baxaq, burada əməliyyatımız necə nəticələnəcək, nə baş verəcək. Aha, burada şamlarda deməli hal-hazırda bir manipulyasiya var. Bazarda baxaq, 10 saniyəmiz qalır. Bir və plus. Gözəl. Bu əslində qırılaraq tam aşağı getsəydi daha gözəl bir nəticə əldə eləyərdik, amma belə oldu. Nə etmək olar? Dostlar, burada artıq yenidən əməliyyata girmişik və əməliyyata girdikdən sonra videonu başlatmışıq. Hal-hazırki balansımız 1316 dollar, deməli 140 dollarda əməliyyatdadır hal-hazırda. Aşağı yöndə əməliyyat açılıb. Analizi yəqin ki, izah etməyə gərək yoxdur, çünki artıq görürsünüz hər şeyi burada. Və yəni bu nöqtədə əməliyyatın plus olmağı onsuz da yəni ehtimalı böyükdür və çünki analiz böyük ehtimal ki, düzgün aparılıb. Aha, burada gözəl bir nəticə əldə edirik deyəsən və hətta 2 ədəd 20 dollarlıq risksiz əməliyyat belə əldə etmiş oluruq. Buradan 20 dollarlarla aşağı giririk. Çünki nəyə görə? Buradan əgər qırılma varsa aşağı yöndə hərəkət etsin, plusumuzu götürək. Yox, əgər qırılma yoxdursa risksiz əməliyyatları riskə atırıq və belə olduğu təqdirdə balansımızdan pul çıxılmır. Aha. Gördüyünüz kimi burada time frame'i düzgün seçmədik və yaxud da ki artıq bazar yönünü dəyişdirmək istəyir və qırılmaya getmək istəmir. Onun üçün də bu cür bir hal yaşadıq. Artıq yenidən 1 dəqiqəlik əməliyyata girmişik burada. Hal-hazırki nöqtə əslində sol tərəfə də baxsaz 1, 2, 3-cü pik nöqtəsi sayıldığı üçün buradan aşağı yöndə əməliyyat girilib və 15 saniyəlik qrafikdə 1 dəqiqə müddətinə girilən əməliyyatdır və əməliyyatlardan biri geri qayıtdı, geri qalanı isə plus oldu. Plusla bağlandıq burada dostlar. Dostlar, təkliflər çoxdur kurs yaratmaqla bağlı, yəni kurs yaradım deyə. Nə fikirləşirsiniz? Yəni şərhlərdə bildirin zəhmət olmasa. Kurs yaradaqmı? Və kurs yaranarkən təklifləriniz nələrdir? Yəni kursun daxilində nələrin olmağını istəyərdiniz? Təbii ki, yəni bizim onsuz da fikirlərimiz, planlarımız var, amma sizin üçün də daha maraqlı olan şeylər nələr olardı?
və hazır video kurs şəklində olacaq. Təbii ki, sonradan kursu alan hər bir kəsə belə desək ki, dəstək olunacaqdır onsuz da, amma belə desək ki, video kurs daxilində nələrin olmağı sizin üçün daha xoş olardı. Bunları zəhmət olmasa şərh bölməsində bildirin. Ümumiyyətlə videonu bəyənirsinizmi? Bunlar haqqında şərh bildirin, dolu şərhlər bildirin zəhmət olmasa. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın zəhmət olmasa. Çox zəhmət olmasa dedim deyəsən. Burada nələr yaşayırıq? 15 saniyəli şamlarda şamlar çox intensiv hərəkət edir nədənsə. Hal-hazırda M hərfini görürsünüz onsuz da. Yəni qrafikdə aşağı yöndə hərəkət üçün M hərfi yaranıb. Sadəcə şamların burada biraz belə desək ki, çox intensiv hərəkəti zamanı yaranan vəziyyətdə bizi bilmirəm plusa aparacaq yoxsa minusa, onu izləyək, baxaq dostlar. Və hətta 1 dəqiqəlik əməliyyata girmişik. Bəli. Hal-hazırki balans 1719 dollardır dostlar. 1719 dollar. Biz nə qədərlə başlamışdıq? Unuttum. Siz yazarsınız şərhlərdə. Zəhmət olmasa. Sonda nə qədər qazandıq onu da yazarsınız. Hal-hazırda olan nöqtə. Aha. Bu nöqtədə necə bir əməliyyat açıla bilər? 5 dəqiqəlik şamlar, 1 dəqiqəlik şamlar. Burada əslində normala qalsa, aha, şam çox intensiv hərəkət edir. Burada qırılıb yuxarı getməlidir. Amma məsələ orasındadır ki, sol tərəfdən bir paralel xətt atılsa əgər, bu yönünü aşağı dəyişmək məcburiyyətində qalır. Yəni daha doğrusu yön aşağı olaraq təyin olunur və burada qərar vermək əslində çətindir. Sadəcə video gedişatı zamanı video biraz daha uzanmasın deyə məcbur qalaraq əməliyyata giririk. Amma normal vaxtı bunu gözləmək lazımdır dostlar. Və hətta yəni girilən bu əməliyyat plus olsa belə bir punktla plus ola bilər. Yəni buna o qədər güvənə bilmirəm açıqcası bu dəqiqə. Çünki bu əməliyyat hər an qırıb yuxarı yöndə hərəkət edə bilər 0 nöqtəsinə dəymək üçün. Amma ora yəni çatana qədər də yenidən geri qayıtma məsələsi çox böyükdür. Görək nə baş verəcək burada. 1619 dollar balansımız var. Burada yəni cüzi bir manipulyasiya bizi minusa apara bilər. Baxırıq, izləyirik. Aha, şamlar çox yaxında oynayır. Hərəkət etməyi istəmir. Yəni mən hərəkət dediyim, mən əməliyyatları açanda istəyirəm ki, şam nəyi var uzaqlaşsın. Yəni elə bir məsafəyə getsin ki, oradan qayıtmağı yəni çox güc olsun, çətin olsun. Belə məsafələr çox xoş gəlmir. Bunu biz neçə dəqiqəlik açmışıq? 2 dəqiqəlik və videonun deyəsən bu hissəsini sürətləndirməmişəm mən. Ona görə də belə yavaş izləyirik dostlar, üzrlü sayarsınız. Burada 22 saniyəmiz qalır. Aha, bu əməliyyat nöqtəsi gözəl nöqtədir əslində. Baxaq, izləyək əməliyyatı. Dostlar, videoları bəyənirsinizmi, bəyənmirsinizmi? Şərhlərdə mütləq şəkildə bildirin. Və onu da deyim ki, bu yaxınlarda artıq başlayacaq hər həftə bir videonun belə desək ki, şərhlərindən bir nəfəri seçib pul hədiyyəsi verməyə yarışmalar keçirəcəyik. Və təbii ki, bu şərtlər daxilində olacaq. Videonu izlədikdən sonra şərh yazmaq, Telegram, Instagram və TikTok'a, həmçinin də YouTube'a abunə olmaq. Həftədə bir dəfə şərhlər bölməsindən bir nəfər seçiləcək və həmin şəxsə pul mükafatı təqdim olunacaq. Burada yuxarı yöndə əməliyyat girmişik. Nəyə görə girmişik yuxarı yöndə əməliyyatı? 0.628 nöqtəsi toxunma nöqtəsidir. Görürsünüz ki, fitil veribdir burada hal-hazırda şamlar və belə desək ki, 0.382 nöqtəsinə qədər normalda bu şamın gedişatını biz gözlədiyimiz üçün əməliyyata girmişik.
və 0.382 nöqtəsindən sonra geri dönüş verib artıq aşağı yöndə hərəkətin gedə biləcəyini düşünmüşük burada. Yəni bizim analizimiz buna əsaslanıbdır. Burada mənfi və yaxud da müsbət olmağından söhbət edəmirəm. Analizimiz buna əsaslandığı üçün bu cür əməliyyata girmişik. Amma hal-hazırki nöqtə belə 0.628 nöqtəsi deyəsən çox güclü nöqtə olduğu üçün artıq şamın gedişatını geri çevirir və biz buna 5 dəqiqəlik şamlarda analiz etmişdik. Hal-hazırda 1 dəqiqəlik şamlarda burada bir trend xətti belə görə bilirik. Biz 1 dəqiqəlikdə bunu analiz etmiş olsaydıq, böyük ehtimal ki, buradan aşağı yöndə əməliyyat açacaqdıq. Çünki trend xətti var hal-hazırda və bu 628 qırılma nöqtəsi imiş. Bunu 1 dəqiqəlikdə görməmişik. Hal-hazırki nöqtədə 2 ədəd 20 dollar aşağı girmişik, amma bu nöqtə artıq qırılmaya, belə desək ki, girməyə hazır bir nöqtədir. Sadəcə bir təsdiq gözləmək lazımdır burada. Həmin təsdiqdən sonra yenidən əməliyyata girmək olar. 1 dəqiqəlik şamlar və 5 dəqiqəlik şamlar. 5 dəqiqəlik bu şamlarda gördüyünüz hazırki sonda olan 3 şam sırf qırılmanı təsdiqləyən şam formasiyasıdır. Yəni buradan məhz gözəl bir əməliyyata girmək olar deyə düşünürəm və hətta girmişik artıq. Baxaq görək əməliyyatımız necə nəticələnəcək. Hal-hazırda şamlar istədiyimiz yöndə hərəkət eləyir. Gözəl, girdiyimiz 2 ədəd əməliyyatımız plusla bağlandı. Yerdə qaldı 260 dollar əməliyyat. 13 ədəd 20 dollarlıq əməliyyat. Bunlar da plusla bağlansa gözəl bir nəticə əldə etmiş olarıq deyə düşünürəm. Baxaq, izləyək görək. Gözəl nəticədir. 1947 dollar balansımız var hal-hazırda. Əslində dayanmaq olarmı deyə soruşsanız, olar təbii ki, amma nəyə görə əməliyyat açmışıq heç özüm də bilmirəm. Və bu arada səhər saat 10:51-dir. Deməli, buradan yenidən qırılmaya girmişik və 140 dollarlıq girmişik. Sadəcə burada məqsəd 140 dollarlıq nə üçün girməkdir? Yəni 2000 dollar civarına yəqin ki, gəlib çatıb əməliyyatı bağlamaq istəmişik. Amma burada şamlar bizi biraz pis vəziyyətdə saxladı. Çünki burada əslində normalda gözəl bir qırılma olmalı ikən özünüz də görürsünüz şam nə qədər yerində durdu və nə cür bir vəziyyət yaratdı. Çox bu əməliyyata əslində belə girilməyi düzgün deyildi. Açığını desəm. Çünki burada təsdiq gözləmədən əməliyyata girildi. Hal-hazırki nöqtədə trend xəttini görə bilirsiniz yəqin ki. Son 2 təpəni və aşağıdan son 3 toxunuşu. Baxsaz əgər trend xətti çəkiləndə yuxarı yöndə hərəkət var. Və hətta qırılmaq istəyib, qırıla bilməyib. Bunun üçün yuxarı yöndə bir hərəkət gedə bilər. Bilmirəm burada plus olur yoxsa minus olur. Açığı xatırlamıram. Gördüyümüz kimi bir qismi minus, bir qismi plus. Aha. Nə qədər əməliyyata girmişik burada? 240 dollarlıq əməliyyata girilib. 240 dollar. Aha. Buna qırılma nöqtəsi deyə bilərik. Bayaqki əməliyyat hal-hazırki nöqtədə girilmiş olsaydı və biz artıq çoxdandan bazarı tərk etmişdik. 13 saniyə qalır əməliyyatın bitməyinə və biz əslində bayaq tərk etməliydik bazarı. Çox gözəl bir rəqəm 2000 dollar 20 sent və həmişəki kimi çıxarış eləməyə gedirik. 500 dollar çıxarış edirik dostlar. Hər zaman çıxarış eləməyə, yəni tələsin, çıxarış edin, pul cibinizdə olsun, o pul sizə motivasiya verəcək. Dostlar, hər birinizə bolca uğur və qazanc arzu edirəm. Qazanc yolunda olun, qazanc yolunda olmağa davam edin dostlar.
Hər birinizi sevirəm, bağrıma basıram. Kanala abunə olmağı, videoya şərh bildirməyi, videonu bəyənməyi, Instagram və TikTokda da bizi izləməyi unutmayın dostlar. Sağ olun.